Salam dostlar. Bugün sizlərə mən bu it paltarı necə göstərəcəm. Ancaq əşyaları göstərəcəm. Bax bunlar. İndi adlarıyla videonu dayandıraraq baxarsınız. Sonda isə sizə akkauntumun adını göstərəcəm və mənə dostluq atarsınız. Əslində bu it paltarını görün nə qədər adam düzəltmək istəyir. Hamı məndən oyunda soruşur. Ancaq YouTube'da yoxdur deyə heç kim düzəldə bilmirdi. Aha. Bu da bizim sonuncu aksesuarımız. Hər halda videonu dayandıra baxdınız. İndi isə bu bədəni əslində videodan, YouTube'dan baxa bilərsiniz. YouTube'da var. Əslində çox rahatdır. Bədən üçün mini bear yazırsınız. Başdan başqa bütün bu əşyaları götürürsünüz. Oy. Dəqiqə. Əlim deyil. Aha. Sonra isə indi davam edək. Mini bear'a girirsiniz. Əlləri, ayaqları və bədəni götürürsünüz. Ancaq başı yox. Başı isə teddy bear yazaraq götürürsünüz. O qırmızı gözləri isə əslində indi bu başının yanağındakı qızartıdır. Göz kimi görünür. Yəni bu da belədir. Sadə bir şeydir. Yəni mən uzun video düzəldə bilmirəm. Ona görə belə göstərdim. Və bundan əvvəlki videomuz isə əslində mənim videom deyildi. Mənim dostumun videosu idi. Çünki mən kanalımı aça bilmirdim. Mütləq olmayan vacib idi. Ona görə yəni deyirəm. Hətta mənə like atıb abunə olmağı unutmayın. İndi isə mən sizə akkauntumu göstərəcəm. Zəhmət olmasa mənə dostluq atarsınız. Yəni kim mənə dostluq atdırsa narahat olmayın. Həmişə qəbul edəcəm. Digərlərindən fərqli olaraq. Bu mənim akkauntumdur. İndi adımı dəyişmişəm. Evad 3, yəni Evadır. Bu mənim akkauntumdur. Yəni sizi gözləyirəm dostluq atmağınızı. Bu da belə idi. Videomuz sona çatdı. Like atıb abunə olmağı unutmayın. Görüşərik. Gələn dəfə hansı paltar istəyirsinizsə mənə yazın, onu atacağım sizə.